Şuşayam mən, bulaqlarım vardır, gürül-gürül axar, axmaz oldu. Atlarım vardır, zıdır düzündə, dörd nala çapan, çapmaz oldu. İgidlərim vardır, qaraca harmanımın, vətənədən görməz oldu. Ağlayım mən, tağdan cicicikdələr, üşüyəm ağlayım. Mən Füzuliyəm, uzun illərdir bahar görmən, küçələrin yazılı çiçəklərin adını əsnət qalın Füzuli. Mən Cəbrayım, əli qala bağlı qalam, havan çatma bağlıyam. Sənə zəifləməm, dünya zəhmətə görsün, həyatdan çıxmın, qara bağam mən. Mən Laçına, hər gün doğmazdan, həsrətinlə yaşayıram. Burada ben de asillikten mahvoldum. Akıbatıyla yeması izdi. Susuz geçer kılım kubatını. Sana bakaklı sarayı, al otağıyam. Ağlar, intikaya bir ömür. Saçınlar gidersin, sen ağlar. Çarpacağım ben, gözlerinde kurban olan, Qalabağın bir parçasıyam mən, qocalıyam mən, səmədim dərdi, sana qoyam. 8 noyabr Zəfər günü. Artıq günlərdir Azərbaycanda qələbə şərəfinə möhtəşəm zəfərin 5 illik günüdür. Bugün Azərbaycan bunu biz fəxrlə, qürurla qeyd edə bilərik ki, dünyada bütün ölkələr arasında öz sözünü deməyə qadir olan, demokratik, azad, müstəqil, ərazi bütövlüyünü, suverenliyini tam bərpa edən bir ölkədir. Bütün bunlar isə onların sayəsində. Şəhidlərimizin canı, qan hesabına, qazilərin sağlamlığı hesabına olmuşdur. Şəhidlərimizi qürurla anır, onların mutluluğu qarşısında baş əyir. Allah'tan onlara rəhmət diləyir, qazilərimizi isə can sağlamaq edir. Vətən uğrunda canından keçən şəhidlərimizin müqəddəs ruhu bizimlə əbədi olacaqdır. Bütün bu tarixi isə yaşatmaq bir millət olaraq, Azərbaycan xalqı olaraq hər birimizin borcudur. Onsuz da cənnət-i məkan olan Qarabağımız bugün quruculuq, abadlıq işləri nəticəsində gündən-günə daha da gözəlləşir. İllərdir öz dədə-baba yurdundan uzaq düşən həmvətənlərimiz bugün qürurla, böyük qayıdışla öz yurt yuvalarına qayıdırlar. Bu isə müzəffər Ali Baş Komandan möhtərəm Cənab Prezident İlham Əliyevin göstərdiyi böyük siyasətin nəticəsidir. Zəfərin mübarək Azərbaycan, yaşa, var ol, Azərbaycan xalqı, Azərbaycan ordusu, bütün Azərbaycan xalqını Zəfər bayramı münasibətilə ürəkdən təbrik edirəm.